kopyalanmış həyatlar. Bəli. Mən əslində bu olmaq istəmirəm. Amma siz demişkən ötürürəm və özümə oradan bir obraz seçirəm və çalışıram o olmağa. Və bu məni yeri gələndə depressiyaya gətirir, çıxarır. Axı özüm deyiləm. Yəni mən kimsə ola bilmərəm. Mən özümü necə tapım? Çox möhtəşəm bir məsələyə toxunursunuz. Bugün sosial şəbəkələrin bizə vermiş olduğu ən böyük mənfiliklərdən biri biz öz həyatımızı vitrinə çeviririk. Bəli. Yəni vitrin həyatlar. Evliliklər vitrin üzərində qurulur, münasibətlər vitrin üzərində qurulur. Hətta çox təhlükəli bir cümlə deyəcəm, övladlarımıza vermiş olduğumuz tərbiyə belə vitrin üzərində qurulur. Mən bunu geyindirim, uşağımı bu cür geyindirim, bağçada, məktəbdə desinlər, ay Allah, filan kəs uşağını nə qəşəng geyindirib, özümü önə çıxardıram. Və gözüm insanların ağzındadır, görüm deyə nə deyəcəklər? Sən uşağı nə qəşəng geyindirmisən? Yəni biz hər bir şeydən özümüzə təşəkkür, yəni İngiliscə desək like, yəni bəyənilmə. Bəyənmə. Nə qədər bəyənilmə sayı bizi o qədər qürurlandırır.